Baxaq, sınaq üçün birinci sualına ABC üçbucağın sahəsini tapın deyir. Üçbucağın sahəsini tapmaq üçün iki tərəf bunun arasındakı bucaq verilərsə S bərabərli 2də 1 AB sin alfabetisindən istifadə edirik. Burada da 2də 1 bərabərli 2də 1. A'mız 6, B'miz 4 kök 2 və sinus alfamız da 45 olduğuna görə yazırıq sinus 45. O da bərabərdir 2də 1 vur 6 vur 4 kök 2 və sinus 45'də də kök 2 bölü 2 olduğu üçün burada deməli 6 vur 2 qalır 12. Bəli. Baxıram ikinci suala. İkinci sualda 2 müsbət ədəd tam ədədin əbubu 12. Əbu AB'miz 12. Əkobu 72. Əkob AB'miz 72. Və bu ədədlər biri 24'dür. Biri 24 isə B'miz olsun 24. Digərini tapın deyir. Yəni ikincisini tapın, A'nı tapın. Belə düsturumuz var idi bizim. Əkob AB vurulsun Əbob AB bərabər idi A vur B'yə. Əkob AB'miz 72 vurulsun Əbobumuz 12 bərabərdir A vurulsun B'miz 24. 24 ilə 72 ixtisar gedir 3. A da bərabər olur 36'ya. A bəli. Baxıram üçüncü suala. A, B və C daxildir natural ədədlərə. 4C plus 1 bölünsün 3A bərabərdir B. Olarsa aşağıdakilərin hansı mütləq doğrudur? 4C plus 1 bərabərdir 3AB yazıram. Buradan da 4C bərabərdir 3AB çıx 1 yazıram. C də bərabərdir 3AB çıx 1 böl 4 yazıram. Bilirik ki, ABC natural ədədlərə daxildir. İndi deməli 3AB çıx 1 4'ə bölünməlidir ki, 4'ə bölünən ədəd olmalıdır. Çünki C-də natural ədəddir. 4'ə bölünən yazıram 3AB çıx 1 olsun məsəl üçün 4. 3AB bərabərdir 5'ə. 4 yazmayaq. Elə yazaq ki, 3 ilə bölünsün. Yazıram məsəl üçün 3AB çıx 1 bərabərdir. Yazaq 24. 24. Onda 3AB bərabərdir 25'ə. AB bərabərdir 25 böl 3'ə. 25 böl 3'ə. Yazıq ki, aşağıdakılar hansı doğrudur? A və B deməli, elə ədəd götürməliyik ki, A və B hasili tam olsun. Buradan bunu 20'də yox, 24 yox, 20 götürək elə. Çünki elə götürək ki, həm də 3'ə bölünsün. 20 götürsək, 3AB bərabər olur 21'ə. 21'ə. Yəni 20 götürdük ki, 20 4'ə böləndə 5 olur. C olur natural ədəd. Və 3AB bərabər 21'ə, AB bərabər olur 7'yə. AB 7'dirsə, hasili 7'dirsə, vuruqlardan 1-dən 7. Yəni hasil təkdirsə, vuruqların hər biri olacaq tək. Ona görə mütləq doğru dediyinə görə A bənd olacaq. A və B tək ədəddir. Dördüncü suala baxıram. 8 bölünsün. Deməli, 8 bölünsün kök 2 kəsrinin məxrəcini rəsmiyyətdən azad edin. Qoşmasına vururuq. 8 kök 2 bölünsün kök 2 vurur kök 2. O da eləyir 8 kök 2 böl 4. Bunlar daha doğrusu 8 kök 2 böl 2. Bunlar ixtisar gedir. Olacaq 4 kök 2. B bəndi. Baxıram 5-ci suala. Şəkildə bir fabrikin illər üzrə istehsal etdiyi məhsulun miqdarı göstərilib. İstehsalın ən az olduğu illərdəki cəmi, deməli, ən az cəmin, ümumi istehsala faizini istəyir. Vurulsun 100. Neçə faizdir? Deyir ki, istehsal ən az olduğu illərdəki cəm, ümumi istehsal neçə faizidir? Keçək qrafikə baxaq. Baxaq buradan cədvələ. 2001-ci ildə yazıram elə hamısını. 2001-ci ildə istehsal 3000 tondur. 3000 ton. 2002'dəki istehsal 5000 tondur. 5000 ton. 2003'dəki istehsal 4000 ton.
və 2004-dəki istehsal 2004-dəki istehsal bu da 3000 tondur. Və bizə deyir ki, ən az olub 2004 və 2001-də. Bu cəm deyir 6000. Bölünsün. Bütün ümumi istehsal. Ümumi istehsal deyəndə hamısını toplayırıq. Deməli, eləyəcək 6000, 9000, 15000. Vurulsun 100%. Buradan da bunlar gedir. 5 ekstra gedir, deməli 3, 5 ekstra gedir 20. Bundan da bu gedir 2 olacaq 40. Yebəndə. Yəni 40%. Baxıram 6-cı suala. ABCD A çoxluğuna daxildə ABCD, birləşməsinə daxildə ABCDY, B çoxluğu neçə fərqli qiymət alır? B çoxluğu neçə fərqli qiymət alır deyirsə, biz bilirik ki, B çoxluğunun tərkibində mütləq şəkildə A-da ABCDY varsa və birləşməsi ABCDYF-dirsə, deməli B-nin tərkibində mütləq Y və F var. Mütləq şəkildə. Və B çoxluğu deyir neçə fərqli qiymət ala bilər. Məsələn, ola bilər AYF, BYF, CYF, məsələn ABYF, ABCYF bu şəkildə ola bilər. Bunun üçün biz nə edirik? ABCD-nin ad çoxluqlarının sayını tapırsınız. Yəni ABCD-nin ad çoxluğunu istənilən ad çoxluğu düzəltmək olar. ABCD 4 dənə element var deyə 2 üstə 4, 16 dənə bunun ad çoxluğu var. Bütün ABC'nin bütün ad çoxluqlarının yanında YF olacaq. Məsəl üçün, ABC'nin ad çoxluğunun biri A-dırsa, B-nin mümkün fərqli qiymətlər deyəndə B üçün ola bilər A, Y, F. Məsəl üçün, A-nın ad çoxluqlarından biri AB-dir. Onda B üçün ola biləcək A, B, Y, F. A, B, Y, F. Deməli, Y və F B-də həmişə olacaq və ABCD üçün də bunun ad çoxluqları sayını tapırıq 16 dənə. Deməli, bu 16 dənə çoxluğun nə olacaq? Y və F həmişə iştirak edəcək. Ona görə elə cavab olur 16C bəndi. Baxıram 7-ci suala. Aşağıdakilərdə kəsrlərdən hansını sonlu olqya şəklində göstərmək olar? Sonlu olqya şəklində göstərmək deyirsə, mütləq baxırıq məxrəcin vuruqlarına. Məxrəcin vuruqları 2 və 5-dən ibarət olmalıdır. Amma ixtisardan sonra baxırıq. Burada da sürətdə 1 olduğuna görə elə baxırıq məxrəcə. Məsələn 20. 20 4 və 5-dən ibarətdir. Yəni 2 və 5-lərdən ibarət deyə birincisi mümkündür. Birinci üçün yazaq. 20-də 1. Bu da bərabərdir. 2 vur, 2 vur, 5-də 1. Baxırıq ki, bu vuruqlar 2 və 5-də deməli birincinin sonunu kəşfini göstərmək mümkündür. İkincidə 24-də 1. 24-də 1 də 2 vur, 2 vur, 2. Vur 3-də 1-dir. Tərkibində 3 olduğuna görə bu mümkün deyil. Üçüncüdə 28-də 1. Bu da 2 vur, 2 vur, 7-də 1-dir. Tərkibində 7 olduğu üçün mümkün deyil. Dördüncüdə 32-də 1. Bu da 2 vur, 2 vur, 2, vur 2, vur 2. 1-dir. Bu mümkündür. 2-lərdən ibarətdir. Və 5-ci də 36-da 1. Bu da bərabərdir. 36-da 2 vur 2, vur 3, vur 3, 1. Burada da 2 dənə 3 var. Ona görə bu da mümkün deyil. Bizdə deməli mümkün oldu 1 və 4C bəndi. Baxın 8-ci suala. 8-ci sualda ki, uzunluğu 24 desim olan parça 2-3-5 nisbətində bölünüb, ortadakı hissənin uzunluğunu tapın. 2-3-5 nisbətində bölünübsə, deməli yazarıq 2K, üstə gəl 3K, üstə gəlsin 5K bərabərdir 24-ə. Buradan da deməli 5 10K bərabərdir 24-ə və K da bərabərdir 2,4. K-mız 2,4 isə ortadakı hissənin uzunluğunu istəyir. Yəni ortadakı da 3K-dır deyə 3 vurur 2,4, o da eləyir 7,2 desimetr, yəni B bəndi. Baxaq 9-cu suala. Deyir 20 ilə 3 arasındakı tam ədədlərin hissəsi 5-ə tam bölünür. 20 ilə 3 arasındakı tam ədədlərin hissəsi 5-ə bölünür. Arasını dediyinə görə 20 və 300. Arasındakı tam ədədlərin hissəsi 5-ə bölünür. 20-dən sonra 5-ə bölünür 25, 30 və bu sırada gəlir 295. Bunun üçün sayı tapmaq üçün böyükdən, yəni sonuncudan birincini çıxırdıq. 5-ə dediyi üçün 5-ə bölüb üstə 1 gəlirdik. O da eləyir 270 böl 5 üstə gəl 1. Bu da 5, 25, 54 üstə gəl 1 olacaq 55 dənə. Yəni A bəndi. 10-cu suala baxıram. 10-cu sual deyir hesablayın. 2-də 3-dən 1 çıxırıq. 2-də 3 çıx. 2-də 2. Çıxılsın. 2-də 5 çıxılsın. 2-də 6. 2-də 6.
bölünsün 8-də 1 üstə gəlsin 8-də 8 üstə gəlsin 4-də 4 çıxılsın 4-də 1. O da bərabərdir. Mən 2-də 3-dən 2-də 2 çıxanda eləyir 2-də 1 çıxılsın. 2-də 5-dən 2-də 6 çıxanda olur mənfi 2-də 1. Qarşıda mənfi var deyə plus 2-də 1 olacaq. Bölünsün 8-də 1 isə 8, 8 gəlin 8-də 9 üstə gəlinsin 4-də 4-dən 4-də 1 çıxanda olur. Bura verir bizə 4-də 3-ü. Buna məxrəc uyğun 8-ə geçsə olur 8-də 6. O da bərabərdir. 2-də 1 isə 2-də 1 yəni eləyəcək 1 tam. Deməli 1 tam bölünsün 8-də 15. Bunun tərsinə çevrilir olur 15-də 8 yəni C bəndi. Baxıram 11-ci suala. Deyir, qonşu bucaqlardan biri digərinin 20%-ni təşkil edir. Bu bucaqları tapın. Qonşu bucaqların biri digərinin 20%-ni təşkil edirsə, belə yazaq. Biri alfadırsa, biri də alfa vur 20 böl 100. Yəni, eləyəcək 5-də 1 alfa. Biri alfadır və biri 5-də 1 alfadır. Bu bucaqları tapın deyir. Alfa üstə gəlsin 5-də 1 alfa bərabər olmalıdır 180-ə. 180-ə. Və buradan da hər tərəfin 5-ə vursaq, 6 alfa bərabərdir 180 vur 5-ə. Buradan da alfa bərabərdir 180-dən 6 hissa gedir, alfa olur 150. Alfa 150-dirsə, digər bucaqda olacaq 30. C bəndi. C bəndi oldu. Baxıram 12-ci suala. Baxıram 12-ci suala. 12-ci sualda 2 növ məhsulun biri 30% xeyirlə, digəri isə 30% zərərlə satdıqda 24 manat zərər olunur. 2 növ məhsul götürdük. Birini A manata satırlar, ikincini B manata satırlar. İndi deyir ki, birincini 30% xeyirlə, yəni A-nı 30% xeyirlə, A-nın 130%-ni tapsam, olacaq 1,3. B-ni 30% zərərlə, B-ni də zərərlə satanı, yəni 70%-ni tapsa, olacaq 0,7. Satdıqda deyək ki, 24 manat zərər olur. Əvvəl birini A manata satırdılar, ikincini B manata və A plus B manat qazanılırsa, indi 24 manat zərər olur deyə, yəni A plus B çıx 24-ə bərabər olur. Buradan da 0,3 A çıx 0,7 B bərabərdir mənfi 24-də. Hər tərəfin bir saniyə, burada da 0,3 B olur. Hər tərəfi mənfi 0,3-ə bölsək, B çıx A bərabərdir. 24-də 0,3-ə bölsək, yəni 3-də ona vursaq, olacaq 80. Bizə nə deyir? Deyir ki, buna görə bu iki məhsul arasında qiymət fərqi neçə manatdır? Elə məhsul arasında fərq çıxdı, 80 manat olur. 13-cü sualda B-yə paraleldir CD-yə, AB-yə bucağı 130, ACD bucağı 50 dərəcəsə CAB bucağını soruşur. CAB bucağı biz demişdik belə quş demliyi kimi olanda 130 çöldəki bucaq bərabərdir içərdəkilərin cəminə, yəni 50 üstə gəlsin bucaq CAB-yə. Buradan da bucaq CAB bərabər olur 80 dərəcəyə. 14-cü sualda 3 bucağın 2 tərəfi onun arasındakı bucaq verilir və 3-cü tərəfi istəyir. Biz 3-cü tərəfi tapmaq üçün kosinuslar teoremindən istifadə edirik. Yəni 3 bucağın 2 tərəfi onun arasında bucaq verilərsə 3-cü tərəfin tapılmasında kosinuslar teoremindən istifadə olunur. Bu zaman tapsaq x-in kvadratı bərabərdir 8-in kvadratı plus 7-nin kvadratı çıxılsın 2 vur 8 vur 7 vurulsun kosinus 120 dərəcə. Buradan da x-in kvadratı bərabərdir 8-in kvadratı 64, 7-in kvadratı 49 çıxılsın 2 vur 8 vur 7 kosinus 120 dərəcədə də mənfi 2-də 1-dir. Buradan da olacaq 64. Bu 2-də 1-lər 2-də 1 ilə 2x demək ixtisar olunur. Buradan da 64 üstə gəl 49 üstə gəlsin 56. Buradan da x-in kvadratı bərabərdir 64 ilə 56 120, 120 ilə də 49 169 verir və x də olacaq 13. Deyir ki, 76.453-də neçə minlik var? 76.453-də. Oxunuşda da 76.000 dediyimizə görə deməli 76 minlik var. Və yaxud da 1000-də 3 sıfır var deyə sondan 3 dənə rəqəmi silərsiniz, qalacaq 76. Baxıram 16-cı suala. Birinci boru boş hovuzu 12 sadada olur. Onda 1 sada 12-dən biri. İkinci boru hovuzu 18 sadada olur. 1 sada 18-də biri.
Bunlar bir sırada hovuzun dolduracaqlar 12-ni 18-ə 36-dan 3 üstəgəl 2 olacaq. Deməli 36-da 5 hissəsi. 36-da 5 hissəsini doldurur və bizdən deyir neçə sırada doldurur. Saat hissəsinə görə tərsinə çeviriyor 36. Bu deyir 7,2 sırada. Deməli ikisi birlikdə dolduracaq 7,2 sırada. Baxıram 17-ci sual. 17-ci sualda deyir ki, 5 rəqəmli ədədi 55-ə bölünən sona tək rəqəmlə qurtaran ədəddir. 5 rəqəmli ədəd yazıram. 33, A, 5, B. Ədədi 55-ə bölünən. 55-ə bölünmə, deməli 5-ə və 11-ə bölünməlidir. 5 və 11. 55-ə bölünmək üçün deməli ədəd həm 5-ə bölünməlidir, həm 11-ə bölünməlidir. 5-ə bölünmək üçün də sonu 0 və 5 olmalıdır. Və burada deyir ki, sonu tək rəqəmlə qurtaran ədəddir. Deməli 0 olmaz. B olacaq 5. 33, A, 5, 5. Bu şəkildə ədəddir. Və bunun da 11-ə bölünən olması üçün 11-ə bölünmə əlamətində biz nömrələyirik. 1, 2, 3, 4, 5. Sağdan sola doğru nömrələdik. Tək olanları toplayırıq. 3 üstəgəl A plus 5. Bundan çıxıram cüt nömrələri. 3 üstəgəl 5-i. Burada da deməli olur 8 plus A çıx 8. Bu qalır A. Bunun 55-ə bölünən olması üçün dedik ki, 5-ə və 11-ə bölünməlidir. 5-ə bölünən olması üçün B-yə 5 tapdıq. 11-ə bölünən olması üçün də bu fərq, deməli, bu fərq 0-a bərabər olmalıdır. Yəni A bərabər olmalıdır 0-a. Ona görə A olacaq elə 0. Baxıram 18-ci sualla. D1, D2 və D3 xətləri bir-birinə paraleldir. Bucaq Y130-dur. X plus Y plus Z cəmini tapın. Y130-da 130-un qoyuncusu olacaq necə? Deməli, 130-un qoyuncusu olacaq 50. Eyni zamanda X də 50 olur. Y də 50 olur, çünki uyğun bucaqlardır. Onda 50 plus 50 plus 50 olacaq 150. Burada ama bizdən X plus Y plus Z cəmini soruşur. Ona görə burada birinin yerinə deməli X plus Y plus Z, X-imizin yerinə 50, Y-imiz 130 idi, Z-imiz də 50. Bu deyir 230. 19-cu suala baxıram. İfadəni hesablayın deyir. Deməli, yazıram. 2-də 1 çıx 3-də 2, 6-da 3, çıx 6-da 4. 6-da 3, 6-da 4. Vurulsun, deməli vurulsun. Bu 3-də 7 deməkdir. 3-də 7, yəni 7-də 3. Vurulsun 7-də 3. Bir də vurulsun. Vurulsun. 6-da 5. Bunu da vurma kimi yazaq. Mötərizənin içini hesablayaq. Hələ ki bölmə kimi yazaq. Mötərizənin içi olsun 12-də 3 çıx 8, 12-də mənfi 5 olacaq. 12-də 3 çıx 12-də 8, 12-də mənfi 5. Deməli, birinci oldu mənfi 6-da 1. Vurulsun 7-də 3. 7-də 3. Buradan da vurulsun. Deməli, vurulsun. İkincidə 6-da 5. Bunu da vurmaya çevirsək olacaq mənfi 5-də 12. Bu da bərabərdir. Bu gedir ixtisar olur mənfi 14-də 1. Vuraq. Bununla bu gedir. Bununla da bu gedir. Olur mənfi 2. Bu da gedir. Olur 7-də 1. Baxıram mən 20-ci suala. 50 bir işin 3-də 1-ni 6 günə, Kənan isə 9-da 4-ünü 16 günə bitirir. Bu ikisi birlikdə bütün işi neçə günə bitirər? Bir dənə iş əlavə eləyək. İş olsun. Məsələn üçün elə bir ədəd götürək ki, 3-ə və 9-a bölünən ədəd olsun. 36 götürək. 36 və yaxud da 70-i götürək. İş olsun. Bir ədəd daxil elə. Yəni iş olsun 72. İndi 50 3-də 1-ni 72-nin 3-də 1-i. Olacaq 24. 24 iş. Deyir ki, 50. 24 işi neçə günə yerinə yetirir? 6 günə. Onda 50
bir günə neçə iş görmüş olacaq? Bir günə 4 iş görmüş olacaq. Bu qalsın belə. 50 deməli bir gündə gördü 4 iş. İndi keçək Kənana. Kənan deyirsə 9-a 4-ünə. 72-nin Kənan 72-nin 9-a 4-ünü tapaq. Eləyir 32. Deyir 32 işi 16 günə bitirir. 16 günə. Onda Kənan bir günə 2 iş görür. Kənan da deməli bir günə gördü 2 iş. Deyir ki, ikisi birlikdə bütün işi neçə günə bitirər? İndi baxırıq. 50 bir günə 4 iş görür. Kənan bir günə 2 iş görür. Deməli bunlar ikisi 50 və Kənan bir günə görürlər 6 iş. Bir günə 6 iş görürlərsə bizim işimiz də 72-dir. Onda 72 işi 6 işə böləndə 12 gün eləyir. Baxıram 21-ci suala. Mənfi 3-dən böyükdür, x kiçikdir 3-dən. Yəni x-imiz mənfi 3 aralığındadır. X plus 3 çıxılsın 3 minus x bölünsün x minus 3 üstə gəlsin x plus 3. İfadəsini hesablayın. Mənfi 3 arasından x-a bir 0 götürsək. X 0 olsa. X 0 olsa birinci modun içərisi müsbət. X-in yerine 0 qoysaq ikinci modula müsbət. Üçüncü məxrəzdəki birinci modul mənfi x-in yerine 0 qoysaq, ikinci modulda da x-in yerine 0 qoysaq, modun içərisi müsbət. Modulların işarəsini təyin eləyəndən sonra mod içərisi müsbətsə olduğu kimi açırıq. Çıxılsın, yenə olduğu kimi açılır. Mötərizədə qarşıda mənfi var deyə mötərizədə yazdıq. Bölünsün. Məxrəzdəki birinci modu mənfi olduğundan əksi açılır. Üstə gəl müsbət olduğundan öz açılır. Bu da bərabərdir. X plus 3 çıxılsın 3 plus x. Bölünsün. 3 minus x üstə gəl x plus 3. Sürətdə qaldı 2x, məxrəzdə qaldı 6. Bu da eləyir x bölü 3. Baxıram 22-ci suala. Deyir x-in 40%. X-in 40% bölü 100 bərabərdir y-in 60%-nə. Y vur 60% bölü 100. Buradan da olur 4x bərabərdir 6y. Sıra aparsaq 2x bərabərdir 3y. Deməli x olur 3k, y olur 2k. Və bizə deyir ki, buna görə x y-in neçə faizdir? Yəni x 3k, 2k-nın neçə faizidir? Vur 100%. Buradan da k-lar gelir. Burada eləyir 50. 3'ü də 50'yə vuranda 150%. Baxa 23-cü sualda deyir ABC daxildə tam ədədlərə, müsbət tam ədədlərə və A üstə gəl 3B üstə gəl 5C 97 olarsa B-nin ala biləcəyi ən böyük qiymətini tapın. B-nin ala biləcəyi ən böyük qiymət dediyinə üçün biz A və C-yə ən kiçik verməliyik və burada C-yə çalışmalıyıq ki daha kiçik ədəd verək. Bunun üçün baxaq. Burada C-yə deməli 1 versək, C 1 olsa, onda olur A üstə gəl 3B üstə gəl 5 bərabərdir 97-yə. A üstə gəl 3B bərabərdir 97-dən 5 çıxanda 92. Onda A-ya da elə eləməliyik ki, A-ya elə ədəd verməliyik ki, 3-ə bölünür, B 3-ə bölünsün. Yəni 3B olduğu üçün 3-ə bölünsün. Bunun üçün A-ya 2 versək, 2 plus 3B bərabərdir 92-yə. 3B bərabərdir 90-a. B bərabərdir 30-a. Baxıram 24-cü suala. Verilənlər sizə rəngli hissənin düsturunu yazılır. Rəngli hissəyə baxırıq ki, rəngli hissə hansıdır? Rəngli hissə C-dir. Deməli C-dir. C-dən çıxıblar nəyi? Hansı hissəni çıxıblar? A ilə B-nin kəsişmə hissəsi. A kəsişmə B. C fərq. Deməli yazaq. C-dən çıxıblar A ilə B-nin kəsişməsi. Baxıram 25-ci suala. 25-ci sualda deyir ki, ABC üçbucağında ABC bir saniyə, bura A'dır. A, B, C. ABC üçbucağında bucaq A 2, AB 8, AC 15, BC x olarsa x'in ala biləcək tam qiymətlərin sayını tapın. İti bucaqdır. İti bucağın şərti necə idi? Demiş iti bucaq olanda iti bucağın qarşısındakı tərəf
həmişə Pifaqordan kiçik, yəni 8-in kvadratı plus 15-in kvadratından kiçik və böyük olur bunların fərqindən. 15 çıx 8-dən. Çünki 90 olanda Pifaqora bərabərdir. Yəni x-i tapmaq üçün Pifaqordan istifadə edirik. 90-dan kiçik olduğuna görə, yəni iti bucaqdırsa 90-dan kiçikdir. Bu zaman da deməli Pifaqordan kiçik olmalıdır. Burada da x kiçikdir. 15-in kvadratı 225, 64, 289, 17-dən kiçik və böyükdür nədən? Böyükdür 15 çıx 8, 7-də. 7-nin 17 arasındakı tam ədədlərin sayını deyir. Aralığımız oldu 7-17 aralığı. Buradakı ədədlərin sayını tapanda 17-dən çıxırdıq 7-ni və bir də 1-i çıxırıq. Aralıq olduğuna görə bu eləyəcək 9. 9 dənə tam ədəd.